Президент Ильхам Алиев посетил памятник великому лидеру Гейдару Алиеву на территории тепловой электростанции «Азербайджан» в Мингечевире. Затем глава государства встретился с гостями, участвовавшими в церемонии открытия электростанции 8 ноября, побеседовал с ними. В ходе беседы было подчеркнуто значение этого проекта, затронута важность участия в нем итальянской и китайской компаний. С удовлетворением было отмечено завершение работ в короткие сроки. После этого состоялась церемония открытия электростанции 8 ноября. На мероприятии выступил президент Ильхам Алиев. Əziz dostlar, hörmətli qonaqlar, əziz Mingəçevirlilər, bugün ülkəmizin energetika sahəsində əlamətdar bir gündür. 8 noyabr elektrik stansiyasının açılışı çok güzel hadisədir. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək və ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bugün 8 noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 megawatt gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliyini artıracaq və beləliklə Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hal-hazırda Mingəçevirdə bizim elektrik enerjisinin 40%-dən çoxu istehsal olunur və əlbəttə ki, bütün bu görülmüş işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir. Mingəçevir 70-ci illərdən Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ Sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Və təbii olaraq müstəqilliyin ilk illərində ki, bizdə enerji qıtlığı yaranmışdır və o illəri yaxşı xatırlayanlar, orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki enerji sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi nəzərdən çətinliklər var idi. Enerji sistemimiz tam köhnəlmişdi və yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə elektrik enerjisi insanlara və müəssisələrə verilirdi. Yəni Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bugün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Yeni elektrik stansiyaları quruldu ölkəmizin müxtəlif yerlərində. Eyni zamanda Mingəçevirdə də yenidən qurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi demək olar ki, işıqsız qalmışdır. Ondan sonra əməli praktiki tədbirlər görülməyə başlamış və qısa müddət ərzində biz burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə Azərbaycan İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci ilin iyunun 25-də düz 5 il bundan əvvəl yenidən burada stansiyaya yeni həyat verilmişdir və hal-hazırda Azərbaycan Elektrik Stansiyasının generasiya gücü 1800 megawattdır. 8 noyabr stansiyasının gücü 1880 megawattdır və su elektrik stansiyasının gücü 400 megawattdan çoxdur. Beləliklə, Mingəçevirdə Azərbaycan elektrik enerjisinin 40%-dan çoxu istehsal olunur və qeyd etdiyim kimi, bu nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir. Bu layihənin qısa müddət ərzində icra edilməsi, energetiklər bunu yaxşı bilirlər ki, bu rekord nəticə sayıla bilər. Çünki təxminən 2000 megawatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir. Bəlkə də 3 il, 4 il, 5 il, bəlkə daha da çox. Məsəl üçün, Sovet dövründə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni 7 ildən sonra 300 megawatt enerji əldə edildi. Biz isə 2 il ərzində təxminən 2000 megawatt enerji əldə etmişik. Və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii olaraq burada mövcud olan energetika bazamız buna şərait yaratdı. Bizim təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı və bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da tövhəsi. Mən xüsusilə bugün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik və qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. İtaliya ilə 2, Çinlə 2 strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzun müddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpa olunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi və onu da bildirməliyəm ki, Azərbaycanda bugün yaradılan yeni günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir.
Yəni bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Siyasi əlaqələr qeyd etdiyim kimi çox yüksək səviyyədədir və burada biz çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük. 8 noyabr stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi enerji sistemimizin səmərəliyi artırılacaq, potensial generasiya gücümüz artacaq. Eyni zamanda şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. Beləliklə bu bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bugün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, bir o qədər də ixrac imkanlarımız da artıracaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Və təbii olaraq, təbii qazın qənaətini biz eyni zamanda bərpa olunan layihələrdə görürük və görəcəyik. Bu istiqamətdə də Azərbaycan qabaqcıl ölkələr sırasındadır. İmzalanmış və icra edilən və icra ediləcək bərpa olunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 megawatt yaşıl enerji verəcəkdir. Və əgər bugün bizim ümumi generasiya gücümüz 9000 megawattdırsa, bu nə deməkdir, bunu hər kəs başa düşə bilər. Və eyni zamanda bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq bizim üçün və belə olan halda təbii qazımızın ixracı da daha da artacaq. Yəni bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında biz çalışırıq və energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bugün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olması nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bugün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır və tamamilə haqlı olaraq. Çünki bugün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bugün dünya miqyasında qabaqcıl yerlərdədir. Və əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft məhsulları, neft kimya məhsullarını ixrac edirik. Elektrik enerjisini müəyyən həcmdə ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabellər vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Və beləliklə ölkəmizin iqtisadi gücü artacaq, ölkəmizin geosiyasi önəmi daha da artacaq, halbuki bugün də kifayət qədər yüksək səviyyədədir və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir. Bugün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə yeni münaqişə zonaları
açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və 2-ci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı. Hətta buraya da, Mingəçevirə də öz raketlərini göndərməyə də unutmamışdı, əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta 2-ci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir elektrik stansiyasını sıradan çıxartmaq kimi təhdidlər də səsləndirirdi. Və buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaq mənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Bu, həm Xocalı soyqırımı, həm işğal dövründə bizim yaşayış məntəqələrimizin yerlə yeksən etmələri, eyni zamanda 2-ci Qarabağ müharibəsi zamanı həm Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və bir çox münaqişə zonasından kifayət qədər uzaqda yerləşən yaşayış məntəqələrini həmişə tutan Ermənistan hərbi cinayətkar dövlətdir. Yəni, bunu deməklə bir daha qeyd etmək istəyirəm ki, nə qədər bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq. 5 ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bugün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq və bugün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında 8 noyabr mən seçdim, çünki bu bizim şanlı zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun olacaq və fəaliyyəti uğurlu olacaq. Bir daha sizin hər birimizi bu gözəl hadisə münasibəti ilə təbrik edirəm. Sağ olun. Söz verilir İtalya Respublikası'nın sahipkarlık ve Made in Italy Naziri Cenab Adolfo Urso'ya. Sono particolarmente felice di essere oggi qui. Bugün burada olmağımdan olduqca məmnunam Insieme al presidente və cənab prezidentlə, Aliyev, İlham Əliyevlə importante birgə olaraq impianto belə bir mühüm produzione energetica nella città elektrik enerjini istehsal di edən Mingəçevir. bu qurğunu açılışında iştirak etməkdən məmnunam. Mingəçevir şəhərində tədbirdəyik. Fu firmato il Yaxşı contratto yadımdadır. 2 il öncə Ansaldo Energia, şəxsən öz iştirakımla Ansaldo Enerjiya şirkəti ilə, Fabbri, o cümlədən o şirkətin rəhbəri ilə, il fatto che in Fabri così ilə poco tempo sia stato biz realizzato müqavilə questo imzaladıq impianto və uzun vaxt testimonia çəkmədi. quanto importante Həmin sia
layihə Cooperazione tra i həyata nostri keçirilməyə paesi, başladı. tra i Bu da nostri bizim ölkələrimiz arasında, bizim müəssisələr arasındakı əməkdaşlığın zirvəsinə çevrildi. 2000 meqavatlıq enerji imkanına malik olan bu qurğu keçmişlə müqayisədə havaya atılmaları 50% azaldacaqdır. Bu, ətraf mühitin həmçinin qorunması deməkdir. Bu, olduqca vacib bir addımdır. Çünki bizim həmçinin energetika sahəsindəki olan əməkdaşlığımızı daha da gücləndirir və əlbəttə ki, bütün bunlar Azərbaycanın enerji baxımından inkişafına yönəlibdir. Təbii ki, energetika sahəsində İtaliya, Azərbaycan arasında olan bu inkişaf göz qarşısındadır və cənab Prezident Əliyev elə indicə qeyd etdi ki, artıq 10 Avropa ölkəsinə Azərbaycanın təbii qazı çatdırılır və TAP boru kəməri strateji əhəmiyyətə malik olan bir boru kəməridir və qaz İtaliya ərazisindən Avropaya daxil olur. Hesab edirəm ki, bu bizim ümumiyyətlə strateji tərəfdaşlığımızın enerji sahəsindəki olan mühüm bir hissəsidir və bugün bu qurğu artıq istismara verilir. Enerji sahəsində bizim daha böyük səylərin göstərilməsinin təzahürüdür və bu bizim ölkəmizə verdiyimiz töhfədir. Strateji addım atılaraq enerji təhlükəsizliyi gücləndirilir və təbii ki, bunun sayəsində həmçinin digər sənaye sektorlarında da, istehsal sektorlarında da inkişaf olacaqdır. Və bizim liderlər, Prezident Əliyev və Nazirlər Şurasının sədri Giorgia Meloni arasında başlanılmış strateji tərəfdaşlıq çərçivəsində bizim bu işbirliyimiz baş tutur. Düşünürük ki, belə bir əməkdaşlıq digər sahələrdə də olsun, onların arasında metalurgiya, yaşıl texnologiya, xam mal kimi sektorlar mövcuddur. Onlar hər iki ölkədə enerji keçidi baxımından çox əhəmiyyətlidir. Necə ki, bizim ölkədə və bütövlükdə Avropada biz buna çox sadiqik və düşünürük ki, biz həmçinin mədəni və elmi sahədə də əməkdaşlıq aparırıq və biz bunu Bakıdakı İtalyan-Azərbaycan Universitetinin timsalında görürük. Təbii ki, həmin bu universitetdə gələcəkdə yeni mühəndislər formalaşacaqdır və Azərbaycanın inkişafına töhfə verəcəklər və hesab edirəm ki, bu sizin və bizim ölkə arasındakı olan nəinki mədəniyyət sahəsində, həmçinin digər sahələrdə, iqtisadi sahədə də o cümlədən əməkdaşlığa imkan yaradır. Mən Prezident Əliyevə, İtaliyaya diqqət yetirdiyinə görə, ölkəmizə diqqət yetirdiyinə görə təşəkkürümü bildirərək bugünkü açılışdan çox məmnunluğumu bildirirəm. Baş nazir Giorgia Meloni'nin salamlarını çatdırıram və düşünürük ki, bundan sonra da hər iki ölkənin rifahı naminə əməkdaşlığımızı davam etdirəcək. Mən Prezident Əliyevi Azərbaycanın bizimlə qurduğu əməkdaşlığa, bizim səfirliklə apardığı işə görə təşəkkürümü bildirirəm və səmimi qəlbdən sizin hamınızı təbrik edirik və istəyirik ki, sizin qonşu ölkədə, İranda baş verən münaqişə də səngisin, deeskalasiya baş versin. Çünki bu olduqca vacibdir. Çünki düşünürük ki, nə dərəcədə çox münaqişələr daha da azalarsa, diplomatiya, diyaloq daha çox olarsa, bir o qədər əməkdaşlıq üçün də imkanlar yaradar. Bütün bunlar elə bir məfhumlardır ki, hər bir ölkənin buna ehtiyacı var. Bu, Azərbaycan qonşuları üçün də hesab edirik ki, bir nümunə ola bilər. Yekunda sizi bir daha təbrik edirik. Söz verilir İtalya'nın Ansaldo Energia şirkətinin baş icraçı direktoru cənab Fabrizio Fabri'ye.
Your Excellencies, Zati President Aliləri, İlham Əliyev, Prezident İlham Əliyev, Minister Adolfo Urso, Cənab Nazir Ladies and Adolfo gentlemen, Urso, xanımlar və it is a cənablar. true honor to be Bu gün here today in Mingəçevirdə Mingəçevir belə to celebrate əlamətdar bir inauguration elektrik stansiyanın of açılışını this qeyd landmark etmək power məqsədi ilə plant. toplaşmaq mənim üçün böyük şərəfdir. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyinə, davamlı inkişafa və sənaye tərəqqisinə sarsılmaz sədaqətinin rəmzidir. Ansaldo Enerjiya üçün bu gün Azərbaycanla uzun müddətli və etibarlı əməkdaşlığımızın mühüm mərhələsidir. Əməkdaşlığımız azad edilmiş ərazilərdə 4 yarım stansiyanın avadanlıqla təmin edilməsi ilə başladı və o gündən etibarən daha da güclənərək inkişaf edir. Yeni 8 noyabr elektrik stansiyası bugün ölkədə öz növündə ən böyük və ən strateji obyektə çevrilmişdir. Bu stansiya Azərbaycan Respublikasının enerji infrastrukturunu modernləşdirmək, daha təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində dinamik və uzaqgörən yanaşmanın bariz nümunəsidir. Stansiyada Ansaldo Enerjiya tərəfindən təchiz olmuş 4 ədəd müasir qaz turbini və generatorlar quraşdırılıb. Bu avadanlıqlar sayəsində karbon qazı emissiyalarında ciddi azalma və təbii qaz istehlakında böyük qənaət əldə olacaq. Bu isə ətraf mühitin qorunması və enerji səmərəliliyi baxımından əlamətdar töhfədir. Bu mühüm layihə üçün Ansaldo Enerjiya 4 qabaqcıl AE94.3A qaz turbini və 4 generator təmin etmişdir. AE94.3A qaz turbini yüksək istismar çevikliyi, sübut olunmuş etibarlılığı və sərfəliyi ilə fərqlənir. Bundan əlavə, bu turbinlər təbii qazla qarışıq şəkildə 40%-ə qədər hidrogen yandırmaq imkanına malikdir. Bu xüsusiyyət stansiyanı gələcək üçün hazırlıqlı edir və həmçinin Azərbaycanın milli iqlim hədəflərinə, eləcə də aşağı karbonlu gələcək qurmaq istiqamətindəki geniş miqyaslı məqsədlərinə töhfə verir. Bu layihə həm texniki, həm də çatdırılma baxımından olduqca iddialı və çətin bir təşəbbüs olmuşdur. Layihənin cəmi 2 il ərzində tam şəkildə həyata keçirilməsi və aşağı dəyərli, aşağı xərci ona oxşar layihələrdən müqayisə edilməz edir. Qarşıya çıxan bütün çətinliklər, daimi əməkdaşlıq, ortaq problemin həlli və qarşılıqlı öhdəlik sayəsində uğurla dəf edildi. Bugün stansiya tam fəaliyyət göstərir və avadanlıq yüksək nəticə verir. Bu ortaq uğurdur və biz bu nailiyyəti Azərenerji ilə birlikdə Azərbaycanda qeyd etməkdən qürur duyuruq. Bu əməkdaşlıq adi təchizatçı müştəri münasibətlərindən xeyli genişdir. O ortaq dəyərlərə və cənab Nazir Adolfo Urso qeyd etdiyi kimi uzun müddətli baxışlara əsaslanır. Ansaldo Enerjiya yalnız texnologiya təqdim etmir. Biz həm də qabaqcıl təlim proqramlarına və yerli potensialın gücləndirilməsinə sərmayə qoyuruq ki, bu da Azərbaycanın enerji keçidinə uzun müddətli dəstək verəcək. Tərəfdaşlığımızın gücü dövlət səviyyəsində də öz təzahürünü tapır. Azərbaycan, İtaliya arasında möhkəmlənən əlaqələr bunun sübutudur. Zati aliləri, Prezident İlham Əliyevlə baş nazirimiz xanım Giorgia Meloni arasında keçirilmiş son görüş bu strateji münasibətlərin əhəmiyyətini bir daha təsdiq edir. COP29 iqlim konfransı çərçivəsində Ansaldo Enerjiya və Azərenerji arasında anlaşma memorandumu imzalanmışdır. Bu sənəd enerji təhlükəsizliyi, enerji keçidi strategiyalar və təlim sahəsində ortaq öhdəliyimizi rəsmiləşdirmişdir. Bu əməkdaşlığımızın innovasiya, davamlılıq və birgə gələcək məsuliyyəti üzərində qurulan yeni bir mərhələsinə
keçidi simvolizə edir. Azərbaycan Respublikası öz strateji mövqeyi, təbii ehtiyatları və ardıcıl enerji siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Və təbii qaz təchizatçısı kimi rolu və infrastrukturun modernləşdirilməsi sayəsindəki səyləri onu qlobal enerji əməkdaşlığında əsas oyunculardan birinə çevirmişdir. Xanımlar və cənablar, Ansaldo Energia Azərbaycan Respublikasının innovasiya yolunun bir parçası olmaqdan qürur duyur. Bu yalnız qabaqcıl texnologiyalarla deyil, həm də enerjinin gələcəyi ilə bağlı ortaq baxışımızla mümkündür. Biz birlikdə həm təhlükəsiz, həm də davamlı texnologiya və insan amilinə əsaslanan enerji əməkdaşlığı modeli qururuq. Bu tərəfdaşlığın yaradacağı yeni imkanları səbirsizliklə gözləyirik. Bugün bu bir layihənin sonu deyil. Bu ortaq yolumuzun yeni bir fəslinin başlanğıcıdır. Zat-ı Alilər Prezident İlham Əliyevə, Cənab Nazir Adolfo Ursoya, Azər Enerji rəhbərliyinə və bu möhtəşəm nəticənin əldə olmasına töhfə verən hər kəsə təşəkkürümü ifadə etmək istəyirəm. Bu sıraya mühəndislərdən sahə işçilərinə, layihə komandalarının, ölkənin milli və yerli qurumlarına qədər hamı daxildir. Sizin peşəkarlığınız, əzmkarlığınız və fədəkarlığınız bizi bugün bu uğurun şahidi olmağa gətirib çıxartdı. Hamınıza təşəkkür edirəm. Söz verilir Çinin Dongfang şirkətinin idarə heyətinin sədri cənab Chen Qianga. Möhtərəm cənab Prezident İlham Əliyev, hörmətli qonaqlar, xanımlar və cənablar. Bugün biz burada Azərbaycan energetika tarixində əlamətdar bir mərhələyə, Mingəçevirdə yeni 1880 megawatt gücündə elektrik stansiyanın tam istismara verilməsinə şahidlik etmək üçün toplaşmışıq. Bu münasibətlə Dongfang Elektrik Korporasiyası adından Azərbaycan Respublikasının prezidentinə, dövlətinə və Azərenerji Açıq Səhmdar Cəmiyyətinə və tikintidə iştirak edən bütün tərəfdaşlara ən səmimi təbriklərimi və dərin hörmət və ehtiramımı ifadə etmək istəyirəm. Mingəçevir su anbarının yaxınlığında yerləşən və Azərbaycan ən böyük enerji istehsalı mərkəzi olan bu müasir elektrik stansiya bərpa olunan enerji mənbələrinin inkişafı prosesində şəbəkə stabilizatoru kimi mühüm bir rol oynayacaq. Dongfang Elektrik Korporasiyası olaraq Azərenerji ASC tərəfindən əsas avadanlıq təchizatçı kimi bu mühüm layihənin bizə etibar edilməsindən böyük qürur duyuruq. Bu bizim texniki imkanlarımıza verilən dəyərin göstəricisi olmaqla yanaşı, üzərimizə düşən böyük bir məsuliyyətdir. Dongfang şirkəti ilə Azərbaycanın enerji sektoru arasında uzunmüddətli və geniş əlaqələr mövcuddur. 15 il əvvəl Mingəçevir su elektrik stansiyası üçün əsas hidrogenerasiya bloklarını biz təmin etmişdik. 2 il əvvəl isə Azərbaycanın ən böyük günəş enerji layihəsində Dongfang şirkəti mühəndislik, təchizat və tikinti padrakçısı olmuş və bu stansiyanın açılış mərasimində hörmətli cənab prezident şəxsən iştirak etmişdi. Bugün isə Azərbaycan ən böyük elektrik stansiyasını inşa edərək Çin və Azərbaycan arasındakı əməkdaşlıqda yeni bir səhifə açırıq. 2022-ci ilin sonunda Bakıda Azərenerji ASC ilə müqavilə imzalayarkən bu layihənin əhəmiyyətini bir daha anladım. Şirkətimiz bu layihəyə xüsusi önəm vermişdir. Sifarişçi komandasının peşəkarlığını və layihə üzrə qoyulan keyfiyyət tələblərini və icra müddətini nəzərə alaraq biz də layihələndirmədən istehsala, logistikadan quraşdırma və istismar mərhələlərinə qədər bütün işlər üçün ən peşəkar komandamızı səfərbər etdik. 2 il davam edən fasiləsiz əməyin nəticəsi olaraq layihə planında əks olunan bütün göstəriciləri birgə səylərlə nəhayət reallığa çevirməyə nail olduq. Bu xüsusda Azərenerji komandasına öz təşəkkürümü ifadə etmək istərdim. Buradan Azərbaycan dövlətinə enerji müstəqilliyi strategiyası çərçivəsində göstərdiyi istiqamətə, Çin hökumətinə isə
Bir Kəmər, Bir Yol təşəbbüsü çərçivəsində göstərdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Məhz bu dəstək sayəsində transsərhəd layihələr coğrafi məhdudiyyətləri aşaraq həyata keçirilə bilmişdir. Əminəm ki, bu yeni stansiya regional enerji əməkdaşlıq üçün nümunəvi bir layihəyə çevriləcək. Qeyd etmək istərdim ki, Dongfang şirkəti Azərbaycan bazarında fəaliyyəti çərçivəsində hidroenerji, günəş, külək və qaz enerji istehsalı daxil olmaqla sənaye zəncirinin bütün mərhələlərində texnologiyalarla ölkənizin enerji keçidinə hərtərəfli dəstək göstərməyə və Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətlərinə davam edəcək. Sonda 8 noyabr elektrik stansiyasının təhlükəsiz və dayanıqlı şəkildə işləməsini arzulayır və onun eyni zamanda Azərbaycanın inkişafına güclü təkər verəcəyinə inanırıq. Çin və Azərbaycan arasındakı enerji əməkdaşlığı çərçivəsində daha böyük nailiyyətlər əldə etməyimizi və dostluq münasibətlərimizin daha da dərinləşməsini arzulayırıq. Təşəkkür edirəm cənab Prezident Əliyev və hər birinizə minnətdaram. Söz verilir Azərenerji ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusibova. Hörmətli cənab prezident, hörmətli tədbir iştirakçıları. İlk öncə möhtərəm cənab prezident, icazə verin bugün ölkəmizin müstəqillik dövrünün ən böyük elektrik stansiyasının istifadə verilməsinin açılış mərasimində şəxsən iştirak etdiyinizə görə Azərbaycan Energetiklər adından sizə dərin təşəkkürümüzü və əməyimizi yüksək dəyərləndirərək hər zaman olduğu kimi bizim üçün belə bir əlamətlər gündə də yanımızda olduğunuzdan qürur hiss etdiyimizi sizə bildirim. Tarix doğrudan təkrar olunur. Cənubi Qafqazın hələ də ən böyük elektrik stansiyası sayılan Azərbaycan İES-in birinci enerji bloku 1981-ci ilin oktyabrın 20-sində məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işə salınmış və istifadəyə verilmişdir. Fəxr edirəm ki, həmin tədbirdə gənc mühəndis kimi iştirak etmək mənə də qismət olub. 20 oktyabr tarixi Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoydu və sonradan zat əlinizin sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi təsis edildi. SSR miqyasında ümumxalq tikintisi səviyyəsində inşa edilən Azərbaycan İES-in mövcudluğu Sovetlər Birliyi dağılarkən müstəqil Azərbaycan dövlətinin enerji tələbatının əsas hissəsini qarşılaya bildi və ölkənin enerji sisteminin ən dayanıqlı və etibarlı müəssisəsi oldu. Möhtərəm cənab prezident, xoşbəxtdir ki, Ulu Öndərin bu möhtəşəm yadigarını sizin rəhbərliyinizlə biz energetiklə qoruyub saxlaya bildik. 2018-ci ilin iyul hadisələrində məlum qəza hadisəsindən sonra sizin tapşırığınızla qısa müddətdə hazırlanmış reabilitasiya proqramı çərçivəsində stansiyada yenidən qurma və əsaslı təmin işləri aparıldı və müəssisəyə ikinci nəfəs verildi. Ölkə əhalisi və iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən stansiya dayanmaq təhlükəsindən xilas edildi. Ömrü ən azı 20 il uzadıldı. Etibarlılıq və dayanıqlılıq təmin edildi. 620 meqavat itirilmiş güc bərpa olundu. Ölkənin artan güc tələbatının qarşılanması, yaradılan böyük güclə bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının balanslaşdırılması, enerji sistemin dayanıqlığının həmin təmin olunması məqsədi ilə tərəfimizdən daha səmərəli layihənin icrası təklif verilmişdir. Bu məqsədlə faydalı iş əmsalı 35% və 1 kWh elektrik enerjisinin istehsalına şərti yanacaq kimi sərf olunan 340 qram olan Azərbaycan İES-in buxar turbinlərinə gücü 320 meqavat olan 4 ədəd qaz turbinin inteqrasiya etməklə əlavə generasiya gücü yaratmaq, faydalı iş əmsalı 55%-ə qədər şərti yanacağı isə 225 qram kWh-a qədər stansiyanın Azərenerji ASC-nin mütəxəssisləri tərəfindən layihəsi hazırlandı və zat əlinizin xeyir duası ilə 2023-cü ilin fevralın 13-də Azərbaycan İES ərazisində əlavə 1280 meqavat gücündə yeni elektrik stansiyanın tikintisini start verildi. 44 ildən sonra Mingəçevir şəhərində ikinci dəfə
böyük güclə yeni elektrik stansiyasının tikintisində və açılış mərasimində iştirak etməkdən doğrudan böyük qürur duyuram. Yeni layihənin ümumi gücünün 1880 MW çatdırılması məqsədi ilə mütəxəssislərimiz tərəfindən yeniliklər tətbiq edilmiş və texnoloji prosesin tam səmərəliliyin təmin olunması üçün Azərbaycan enerjisinin iş prinsipinə toxunulmadan digər enerji blokları işlək vəziyyətdə saxlamaq şərti ilə 7 və 8-ci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslar rekonstruksiya və modernizasiya işləri tam başa çatdırılmışdır. Avadanlıqlar yenilərlə əvəz edilmişdir. Dövran soyucu su xətləri tamamilə yenilənmiş, dövran nasosları və soyucu su təmizlə qurğuları tam yenisi əvəz olunmuş, buxar turbini idarə etmə, nəzarət və ölçü sistemləri tamamilə yeni texnologiya uyğun avadanlıqlarla təchiz edilmişdir. Mövcud qaz turbin qurğularında ilk dəfə olaraq qaz turbinlərinin qaz təchizatında elektrik inteqralı qaz kompressorları əvəzinə 2 ədəd İtaliyanın Franca Tosi şirkətinin istəsi olan turbokompressor qurğusundan istifadə edilir. Enerji sistemin avtomatlaşdırılması, SCADA və digər müasir idarə etmə sistemlərinin inteqrasiya sayəsində stansiyanın təhlükəsiz, stabil və effektiv fəaliyyəti təmin olunmuşdur. İnteqrasiyanın nəticəsi olaraq yeni tikilən elektrik stansiyasının util qazanlarından çıxan buxar Azərbaycan enerjisinin 7 və 8 saylı buxar turbinlərinə verilir. Nəticədə yeni stansiyanın şərti yanacaq sərfiyyatı Azərbaycan elektrik stansiyasının digər bloklarla müqayisədə 115 qram azalmaqla 225 qram təşkil edir. Bu da istehsal həcmindən asılı olaraq illik 1 milyard kubmetr təbii qaza qənaət, 2 milyon tona yaxın karbon emissiyasının azalması deməkdir. Qeyd etmək istərdim ki, yeni layihənin sınaq və işə salma müddətində maksimal yükə çıxmadan artıq 250 milyon kubmetr natural qaza qənaət edilmiş, istehsal olunan elektrik enerjisinin həcmi 2 milyard 800 milyon kWh təşkil etmişdir. Layihənin ərsəyə gəlməsində yerli podratçı BCC Group şirkətinin, podratçı Elektroindustriya şirkətinin, İtaliyanın Ansaldo Enerjiya şirkətinin, Afri və Franca Tosi, Çinin Dongfang və Tibeya, İspaniyanın İDOM, Rusiyanın CRMZ, Türkiyənin bir sıra aparıcı şirkətlərinin, yerli və xarici mütəxəssislərinin xüsusi əməyi olmuşdur. Dünyanın nüfuzlu enerji şirkəti ilə müstəqil texniki ekspertlər, TEPSCO Yaponiya, McKinsey Amerika, ABB İsveçrə, Azərbaycan Elmlər Akademiyası, Enerji Sistemin Texniki Şurası tərəfindən layihənin texniki iqtisadi səmərəsi barədə müsbət rəylər verilmişdir. Əlavə olaraq bir yenilik kimi də qeyd etmək istərdim ki, sınaq sazlama tədbirləri zamanı mütəxəssislərimiz tərəfindən əlavə 100 ton buxarın yaranması müəyyən edilmişdir ki, belə bir böyük həcmdə buxarın səmərəli istifadə edilməsi məqsədə uyğun hesab edilmiş və əlavə güc əldə edilməsi üçün 6-cı buxar turbininə inteqrasiyası tədbirlərinə başlanmışdır. Bununla da artıq qalan buxarın istifadə etməklə 1880 MW-dan əlavə 90 MW güc əldə ediləcək və yeni stansiyanın gücü 1970 MW təşkil edəcək. Eyni zamanda 6 saylı buxar turbinin inteqrasiyası enerji sistemin və stansiyanın yarana biləcək defitsit yükdən qoruyaraq istehsal olunan elektrik enerjisinin şərti yanacaq sərfinin 10-15 qram azalmasına, yəni şərti yanacaq sərfinin 210-215 qram kWh düşməsinə səbəb olacaqdır. Azərbaycan ASEC olaraq biz bu layihənin uğurla tamamlanmasından qürur duyuruq və əminik ki, bu stansiya uzun illər Azərbaycan xalqına xidmət edəcəkdir. Möhtərəm cənab prezident, şəxsən sizin qüdrətli sərkərdənizlə qazanılan və xalqımızın çox əsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı zəfər günümüz olan 8 noyabr tarixi adını yeni müəssisəmizə layiq bilməyiniz, əməyimizə verdiyiniz ən yüksək qiymətin təzahürüdür. Və bu möhtəşəm ada hər zaman öz işimizlə layiq olacağımızı siz əmin edirik. Bu əlamətlər hadisə münasibəti ilə hamını təbrik edir. 8 noyabr elektrik stansiyasının xalqımıza və dövlətimizə uğur və rifahını gətirməsini arzu edirik. Diqqətinizə təşəkkür edirəm.
Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncamla ölkədə enerji dayanıqlığının təmin olunması, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət edilməsi, ətraf mühitin qorunması məqsədi ilə Mingəçevir şəhərindəki Azərbaycan ƏES-in ərazisindəki müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikilməsinə qərar verilib. 13 fevral 2023-cü ildə 1880 megavoltluq yeni elektrik stansiyanın təntənəli təməl qoyma mərasimi keçirilmişdir. Azərbaycan peşəkar mühəndislərin təklifləri əsasında işlənilən layihəyə dünyanın nüfuzlu enerji şirkətləri ilə müstəqil texniki ekspertlər də cəlb edilib. Keçirilən tenderlərdən sonra məsləhətçi kimi İsveçin Afri şirkəti seçilmişdir. Layihənin maliyyələşməsi 63% Enerji ASC-nin kommunal fondundan, 37%-si isə Kapital Bankın illik 4% olmaqla 6 illik krediti ilə həyata keçirilib. Beynəlxalq praktikada bu tip layihələrin hazırlanması ən azı bir ildən artıq müddət tələb etməsinə baxmayaraq, İspaniyanın Aydın şirkəti və Azərenerjinin Energetika İnstitutunun mütəxəssisləri tərəfindən tikinti işləri ilə paralel olaraq layihələndirmə aparılmışdır. Tikintinin baş padarçısı isə ixtisaslaşmış yerli şirkət olan BCC Group seçilib. Bu mega layihənin icraçı üçün xarici ölkələrdən gəmilərlə 1500-yə yaxın konteyner mal material gətirilib. Dongfang şirkətindən alınmış ümumiliklə 40.000 kubmetr həcmində 20.000 ton 4 ədəd util qazan Çindən gələrkən Yəməndən Husilərin Qırmızı dənizdə gəmilərə hücum etmək təhlükəsinə görə marşrutunu tamamilə dəyişərək Ədən körfəzinə girmədən Afrika qitəsini dövr edərək bir ay ərzində Gürcüstan Poti limanına gəlib çata bilib. Oradan isə ağır tonnajlı xüsusi nəqliyyat vasitələri ilə Mingəçevir şəhərinə daşınılıb. Sifariş əsasında İtaliyanın Ansaldo Energia şirkətində hazırlanan ümumi çəkisi 3000 tondan çox olan 4 dəst qaz turbini və generator, o cümlədən köməkçi avadanlıqlar 2-ci logistika marşrutu İtaliyadan Bakı limanına qədər davam edib. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb və eyni keçid təmin edilərək yollar bərpa edilib. Stansiya ərazisində 15.000 kubometrdən çox həcmdə svaylar vurulub, 7.200 ton metal konstruksiya işləri görülüb. Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 km uzunluğunda 1000 mm diametrli borularla yeni qaz xətti inşa edilib, 2 yeni qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəlik kompresor qurğuları quraşdırılıb. Yeni stansiyanın əsas avadanlıqları olan 4 ədəd qaz turbini, 4 ədəd generator, 4 ədəd util qazan, 4 ədəd blok və xüsusi sərfiyyat transformatorları qrafika uyğun olaraq yüksək ustalıqla quraşdırılıb. Yeni stansiyanın enerji sisteminə inteqrasiyası üçün Azərbaycan AES-in 500 və 330 kilovoltluq yarımstansiyalar tam yenidən qurularaq genişləndirilib. Əlavə olaraq 65,6 km uzunluğunda 500 kV Mingəçevir Samux ötürmə xətti inşa edilib və 500 kV-luq Samux yarımstansiyasında yenidən qurma işləri aparılıb. Stansiyada ümumi effektivliyi artırmaq üçün Azərenerji tərəfindən Mingəçevirdəki Azərbaycan AES-in mövcud 7 və 8-ci bloklarının buxar turbinləri zəmanətli əsaslarda modernləşdirilib. Bu isə o deməkdir ki, artıq 7 və 8-ci blok qaz yandırmadan yeni quraşdırılan 1280 megavoltluq 4 qaz turbinindən çıxan buxar hesabına işləyir və stansiyanın ümumi gücü 1880 megavata çatır. Üstəlik, yerli mühəndislərin yüksək səriştəsi nəticəsində 1880 megavolt dan başqa əlavə 90 megavolt həcmində enerji istehsal edilməsinə də imkan yaranıb. Belə ki, yeni quraşdırılan 4 qaz turbinin util qazanlarından çıxar buxar 7 və 8 saylı turbinləri ilə işlədir. Eyni zamanda artıq qalan izafi buxar Azərbaycan AES-in 6-cı blokuna ötürülür. Bu həm də 7 və 8 saylı buxar turbinində hər hansı bir səbəbdən açılma baş verərsə, güc itkisinin qarşısını almağa və yanacağın xüsusi sərfinin aşağı salmasına əlavə imkan yaradır. Beləliklə, yeni tikilən elektrik stansiyanın səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı Azərbaycan AES-in digər blokları ilə müqayisədə 120 qram azalmaqla 225 qram təşkil edir. Bununla da illik 1 milyard kubometrdək təbii qaza qənaət olunur ki, 2 milyon ton
karbon qazının atmosferə atılmasının da qarşısı alınır. Faydalı iş əmsalı 17% artmaqla 38,5-dən 55,5-ə qədər yüksəlir. Adətən bu cür böyük stansiyanın tikintisi 3-5 il icra edildiyi halda Azərbaycan bunu 2 il ərzində həyata keçirə bildi. Dünyanın bir çox ölkələrindəki analoqlarından fərqli olaraq bu stansiyanın inşasında bir neçə dəfə az vəsait sərf edilib. Yeni stansiya bundan sonra müstəqil və qüdrətli Azərbaycanın etibarlı enerji təminatının keşiyində dayanacaq. Ölkənin enerji tarixində qızıl hərflərlə yazılan bu stansiya Azərbaycanın enerji siyasətinin uğurlarının biri kimi isə daim yaddaşla qalacaq. Далее президент Ильхам Алиев и министр по делам предприятий и продукции Made in Italy Адольфо Урсо открыли станцию. Президент Ильхам Алиев и гости посмотрели участок, куда упала ракета, выпущенная по этой станции Арменией в ходе Отечественной войны. Отметим, что 4 октября 2020 года по территории станции была выпущена ракета «Смерч», обладающая большой разрушительной силой. Ракета упала на участок между 6-м и 7-м энергоблоками. Выпущенная во второй раз 11 октября 2020 года, ракета упала вблизи центра управления. В результате превентивных мер соответствующих систем обороны ракеты были обезврежены. Затем глава государства и гости, участвовавшие в открытии, совершили прогулку по территории станции.